Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve sallallahu ala Muhammedin ve alihi tahirin. Kâle hiye ravedetni en nefsi ve şehide şahidun min ahliha. Peyğəmbərlərin Qur'anda tarixini oxuyurduq, yetişmişdik Hazreti Yusif'e. Allah-u Mutal hidayət üslublarından biri ki, insanlar istəyir, o üslubundan hidayət eləsin, Peyğəmbərlərin tarixinin içindədir. Hadisələr ki, baş verir. Allahın inayəti və diqqəti ki, öz ovliyalarına olur. Haqqın qələbəsi ki, bu hadisələrdə görünür. Allah-u Mutal hidayətlərini Peyğəmbərlərin tarixində yerləşdiribdir. O cümlədən Həzreti Yusifin cərəyanıdır. Quranda tənha surə-i ki, tamamı Həzreti Yusifin hekayəsini gətiribdir, Yusif surəsidir. Ayrı peyğəmbərlərdə bu xüsusiyyət yoxdur. Pərakəndədir Quranda. Tərcüme halları, tarixləri o qədər ki, Quran gətirir. Quranın tərcüme hal gətirməsi də məxsusdur, özünə aiddir. O da hidayət açqısı ilə o hekayələri gətirir. Daha bunun neçə oğlu vardı, ha vaxt ailə qurubdu, nə cür ailə qurubdu. Bu xırdalıqlar ki, mümkündür hidayət forması içində az ola, onları gətirməyibdir. Çatdıq Yusiflə Züleyxanın cərəyanına Quranda. Bu ki, Yusif Züleyxa cərəyanı Quranda var. Bu, bir nəfərin, bir şəxsin, bir qıssa məlumatı da dindən olsa, Quran təfsirlərindən olsa və din mənbəyi ilə olsa, tanış olar ki, belənci bir hadisə Quranda var, amma Züleyxanın adı yoxdur. Məgər adı olub-olmamağın rolu var bir hadisənin olub-olmamağında. Bu ayələr kim barəsindədir? Yusif surəsi 23-cü ayədən başlayır. Və ravedətulləti huvə fi beytiha. Yusifi maraqlandırırdı, Yusifə yaxınlaşırdı. O ki, Yusif onun evindeydi. Bunlar kimin barəsindədir? Ta yetişir ayə 30-a qədər. Təfsir kitablarına da bir nəfər baxsın, hədis kitablarına da baxsın. Bir budur ki, bir nəfər özünün fantaziyasından danışa, bir nəfər özünün hədsiyyatı ilə, gümanları ilə danışa. Bu, dini danışıq deyil. Dini danışıq istinad danışığıdır. Bu, təfsirə istinad eləsin, bu mənbəyə istinad eləsin, bu hədisə istinad eləsin, bu olar dini danışıq. Amma bir nəfər din barəsində danışa, dinə istinad eləmir, bu dini danışıq deyil. Ayə 26-da buyurur ki, Həzreti Yusif özündən müdafiə istədiləsin. Bilirsiniz, cərəyan burada çatdı ki, Züleyxa gördü ki, Əziz-i Misr bunların ikisini də qapının qabağında gördü. Bu səbəbə ki, özünü bəraət qazandırsın, paşa çıxarsın, başladı ki, kimsənin əhli və xiyanət eləsə, cəzası nədir, nə cür cəzalanar? Güya xiyanət olubdur, təkcə axtarırıq cəzasını. Əgər bu sözləri deməsəydi, şayət Yusif də səbr eləyəydi. Bilirsiniz, Allah ovliyalarında insanların abırısını aparmaq yoxdur. Bu məsələyə addım atmazlar. Eyni halda ki, özləri zərər görsələr, eyni halda ki, özləri çətinliğə düşsələr. Ona görə bu cərəyanda Yusif
ilk danışmadı. Bu cərəyanda Yusif özündən ilk difa eləmədi. Eyni halda ki, kim ilk danışsa mümkündür, müasir dövrdə desək, ilk hekayəti, ilk təsviri bu verər cəmiyyətə. Amma bu işi görmədi. Niyə? Burada bir insanın abrısı məsələsi var idi. Züleyxanın abrısı məsələsi var idi. Ona görə Yusif ta o bu sözləri demədi, özündən difa eləmək məsələsini kənara qoymuşdu. Amma gördü, neçə məsələni o töhmət vurdu. Bir, həm töhmətin peyğəmbərliyinə aid bir xələli var idi. Həm bu töhmətin onun evindəki yaşayırdı, ona bir xiyanət mənası daşıyırdı. İffət və təqvanı aradan aparmaq mənası daşıyırdı. Ona görə özündən difa elədi. Amma difada da baxsız, çox dərinliğə getməyibdi. Bunlar hamısı nə üçündür? Bunlar hamısı bu üçündür ki, insanların abrısı çox mühimdir. Allahın yanında, Allah oliyaların yanında insan gərək başqasının abrısını aparmaya. Hədislərdə vardır ki, hər müminin 40 dana qalxanı var. Ki Allah o qalxanlarla bunu hifz eləyər. Əgər bir kəbirə günah eləsə, bir qalxanı gedər. Amma o birisilə qalar. Amma başqasına qeybət eləsə, onun eybini açsa, bu cür kəbir eləsə, yəni ayrıların abrısı ilə günah eləsə, ya töhmət vursa ki, qeybətdən də pisdir. Onda tamamı bu qalxanlar gedər. Allah bunu daha buraxar öz başına. Ona görə başqalarına töhmət belənci bir Allah yanında mühim və şiddətli qarşısı alınır. Hətta Allah-u Teala burada bir də Məryəm hadisəsində hər ikisi də bir cəhətdən müştərək idilər. Həzrət Yusifə də töhmət vuruldu burada. Orada da Həzrəti Məryəmə töhmət vuruldu ki, bu uşaq hardandır. Hər ikisində də Allah uşağı gətirib danışsın. Orada da İsa danışdı, özdə hikmətli danışdı. Burada da bir uşaq danışdı və danışığını ərz eləyəcəm. Niyə büdür elədi Allah-u Teala? Çünki burada bir başqa insana töhmət vurmaqdır. Çünki burada bir başqa insanın abrısını aparmaqdır. Allah-u Teala istəyir desin ki, aləm bir-birinə əlaqədədir. Lillahi cunudus semavati vel arz. Göylərin və yerin qoşunu Allahındır. Əgər sən bir insana töhmət vursun, mümkündür mən bir ayrı qoşunumla ondan müdafiə eləyəm. O özü mümkündür bir vəziyyətdə olar ki, müdafiə eləyəmmi özündən? Məryəm bir vəziyyətdə idi, özündən müdafiə eləməyə nə qədər çox müdafiə eləsəydi, o töhmət vuranlar daha çox töhmət vurardılar. Amma İsa'nın danışığı onların hamısını susturdu. Burada da Həzrəti Yusif ki töhmətlənmişdi, o uşaq danışdı. Həzrəti Yusifin cavabı bu idi ki, o başladı, o tələb eləyirdi və şəhidə şahidun min əhliha. Bu hadisədə Züleyxa bir söz dedi ki, sənə əhli və xiyanət eləyənin cəzası nədir? Yusif cavabında dedi, mən bu işi görməmişəm, heç o başlayıbdır. Bu həddə. Daha qapıları bağlayıb, ayrı bir zatlar yox. Elə səthi həddə ki, bu hadisədə o başladı. Amma burada şahid lazımdır. 2 dənə iddiadır. Allah-u Teala kulla aləmi bir-birinə əlaqələndiribdir. İnsan aləmdə görə Allahın rububiyyətin görə Rabbul aləmin. Elhamdülillahi Rabbil aləmin. Mümkündür sən insanlara zülm eləyəsən, su boğa bilövi. Ki, Fir'ona belə oldu. Fir'on Bəni İsrailə zülm eləyirdi. Həzrəti Musa götürdü, apardı, yetişdi. Nil çayında Fir'on orada boğuldu. Niyə? Su Allahın qoşunudur.
uşaq Allahın qoşunudur. İnsanın üzvü əzası Allahın qoşunudur. Tamamı bu aləm bir-birinə əlaqədə Allahın rububiyyəti altındadır. İnsan bu baxışla yaşasa, aləmdə cürət eləməz zülm eləsin. Aləm iman gətirsə bu baxışa, günah eləsin. Burada da uşaq danışdı. Uşağın o yaşda hikmətli danışığı ilə mucizə idi. Danışığı da mucizə idi. O yaşda 5-də hikmətli danışığı da ikinci mucizə idi. Allah-u Teala belənçi şiddətli davrandı. Ta Yusifin paçlığı bilinsin. Niyə? Çün napaçlıq töhməti, əxlaqsızlıq töhməti Allahın dərgahında böyük bir günahdır. Ərz elədim, 40 dana qalxanı bir insandan ki, Allah-u Teala o qalxanlarla insanı bəlalardan, müsibətlərdən, çətinliklərdən hifz eləyər, bunu aradan aparar. Şəhidə şahidun min əhliha. O nə dedi? Dedi, əgər bir çörnək ki, Yusif giribdir, əgər qabaqdan cırılsa, məlumdur, Yusif düz demir. Arxadan cırılsa, məlumdur, Yusif düz deyir, Züleyxa düz demir. Gəlirlər, baxırlar, görürlər, Yusifin çörnəyi arxadan cırılıbdır. Allah-u Teala qoşunları belədir, ha. Bir gün Yusifin çörnəyi cırılmamağı sübut eləyir, Yusifin qardaşları yalan deyir. Bunlar Yusifin çörnəyini qanla bəzəmişdilər və atalarına göstərdilər ki, baxın, qurd yedi. Və bu nə cür qurd idi ki, Yusifi yedi, çörnəyinə heç nə eləməmişdi. Çörnəyinin cırılmamağı orada, burada çörnəyinin arxadan cırılmağı. Aləmin tamamı məxluqların bir-birinə əlaqəsi. İnsan aləmdə yalan danışsa bilinər. Çünki aləmdə milyonlar varlıqlar bir-birinə əlaqədədir. Milyardlar varlıqlar bir-birinə əlaqədədir. Sən 2-3-ün düzəldə biləsən. Diqqətli adam olsun, biraz hadisələrdə diqqətin olsa, mümkündür 5-6 danasın öz yalanıva uyğun tənzim eləyəsən. Amma milyonları da tənzim eləyənməsən. Hadisədə paltarın cırılmağını arxadan tənzim eləyənməsən. Daha eləyə biləsən, sözdə tez danışasan, cəza axtarasan, eləyə biləsən, ağlamaqla gələsən, Yusifin çörnəyin qan eləyəsən, onunla gələsən, amma tamamı hadisələri sən düzəldənməsən. Yalan aləmdə axıracan insanları alladanmaz. Yalan ifşa olar, yalan rüsva olar. Əmirül-Müminin Nəhcü Bəlağədə buyurur, heç kim yalan danışmaz, məgər bu üzünün izlərində yalanı görünər. Bu kinayədir bundan ki, aləmdə, kainatda yalanın o yeri yoxdur. Çünki uyğunluğu yoxdur başqa varlıqlarla. O başqa varlıqlar bir nişanədir, ayədir onun yalanlığına, əlamətdir onun yalanlığına. Parça, körnək, cırılıb cırılmamağı, uşaq danışmağı. Bunlar hadisələri göstərir. Bu məsələlərdə Allah-u Teala Yusifi nəcat verdi. Bilirsiniz, Yusif istirar halına çatmışdı. İstirar halı çarəsizlik halına. Yusif burada bir hadisəyə düşmüşdü. Adi formada şahidi yox idi, sənədi yox idi özünün düzlüğünə. Özünün paçlığına adi halda sənədi yox idi. Adətən bunu yuxarıdan baxsaq, Züleyxa varlı bir xanım idi. İmkanlı bir xanım idi. Şayət başqaları da bilələrinə aşiq olmuşdular. Bu Yusif məsələsində mümkündür cəmiyyətin də ilk sözdə Yusifə ittihamlandırıydilər. Əgər bu hadisə bir cür tamamlanmasaydı. Yəni Yusif istirar halına çatmışdı, çarəsiz halına çatmışdı. Allah istəyir desin ki,
çarəsiz halında mən insanların kənarındayım. Əmmən yucibul mustərrə izə dəahu. Allah-u Teala o kəsdir ki, o vaxt ki müstər, çarəsiz insan, tamamı qapılar biləsinə bağlanan insanı cavab verər. Allah qapıları var ki, o qapılarla insanı nəcat verər və hadisədən kənara aparar. Ona görə insan bu imanla hadisələrə baxmalıdır ki, insan bilməlidir ki, Allah kənarındadır. Əgər bu pak olsa, əgər bu düz yolda olsa. Digər məsələ də bu ki, Allah awliyalarına da belənci bir töhmətlər vurulur. Allahın peyğəmbərinə belənci töhmətlər vurur. Məlumdur, dünyada bu cür sözlər olur. Yəni insan tez qəzavət eləməməlidir, tez qərar çıxartmamalıdır. Belə deyirlər filan kəs barəsində. Yusuf barəsində də belə deyirlər. Yəni bu iki başlayalar bir insan barəsində töhmət vuraraq, xüsusilə belənci bir əxlaqsız töhmətləri bizlər gərək yaymayaq. Allah-u Teala Nur surəsində buyurur, böyük günahlardan biri budur ki, insan belənci bir günahları yaya. Ən təşi'əl fahişə. Çün bunların çoxu mümkündür düzdə ola bilə bəzisi. İnsanlar var, nəfsiləri var, günah eləyərlər. Amma töhmət də var içində. Hətta Allah awliyaları qədər insanlara da belənci bir töhmətlər vurarlar. Ona görə insanlar gərəkməz bu hadisələri tez eşitdilər, danışalar və yayalar. Maraqlısı budur ki, insanın öz yaxını öz əleyhinə şəhadət verə. Buradakı bu Yusifin xeyrinə şəhadət verən Quran deyir şəhidə, şahidun min əhliha. Elə Züleyxanın öz adamlarından idi. İndi təfsirlərdə var, əmoğlusu ya əmqızısı idi, bir də var bir uşaq idi, bacısı qızının uşağı idi. Çoxlu təfsirlərdə belənci idi, bu uşaq idi, şəhadət verdi. Min əhliha. Quranın təkidi hələ o adamın nə olmağı da min əhliha. Onun öz əhlindən idi. İnsan diqqət eləməlidir. Aləmdə əyri yol getsə, üzvləri də əleyhinə şəhadət verər. Hələ qalsın insanlar. Çün aləm Allahın qoşunudur. Cəvarəhukum cunuduh. Əmirül-Müminin Nəhcəl Bəlağədə buyurur ki, sizin üzvləriniz, diliniz, qəlbiniz, ağzınız, hamınız Allahın qoşunudur. Şəhidə şahidun min əhliha. Bu da bir nüktədir ki, bu ayələrdə biz görürük və diqqətli olmalıyıq ki, bu üzvlər, bizə yaxın əzalar, hamısı əmanətdir bizim əlimizdə. Yuxarıdan baxsaq, Allahın qoşunudur. Həq yolunda olsaq, bizə xeyridir. Həq yolunda olmasaq, bizim əleyhimizə də ola bilərlər və aləmdə nahaqqılıqla qabağa gedən mərux. Aləmdə batil ilə qabağa gedən mərux. Yaxşı. Bu hadisəni deyəndən sonra gördülər arxadan bu paltar cırılıbdır. Əzizimiz burada o eyni haldakı kişilər qeyrətli olarlar, burada çox zəif reaksiya göstərdi. Fəqət Yusufə dedi ki, bunu burax da çox dibin tutma. Yayma və burada qoy qutulsun. Bir məsələsi bu idi ki, hər halda hər nə qədər əzizimiz bu məsələni davam versəydi, özünün ziyanına idi. Öz içərisinin əsrarı açılmağı idi, öz evinin sirri yayılmağı idi. Bu bir cəhət idi. Digər cəhət, bu xanımın güclü nüfuzunu göstərirdi ki, bu hətta mümkün idi, əzizimiz sözü də buna aşıq idi, əldən istəmirdi bunu versin. Hər halda bu bir məsələdə, bir də bu iki mümkün idi bu məsələlərdə çox önəmli deyildi biləsinə. Çünki insan mümkündür nə qədər çox günah eləsə, ona uyğun da
bəzi hissiyyatı aradan gedər. Az reaksiya göstərdi. Zəif reaksiya göstərdi. Ona görə fəqət dedi, əriz. Bundan üz çevir. Və stəxfir. Xanıma da dedi, günahından bağışlanmaq istə. Bildi günah kimindir. Həqiqəti biləndən sonra cinə bir cür məsələni zəif reaksiya ilə qutardı. Fəqət bir cümləsi var inşallah, gələn cələsədə ərz eləyərəm. İnnə keydəkunnə əzim. Burada sizin hilöz böyükdür. Bu sizin hilöz böyükdür, nə mənaya ki, şeytanın hiləsindən də böyükdür. Yox, oradakı Quran buyurur, şeytanın hiləsi zəifdir, Allaha nisbətdir. Yəni, kim Allaha pənah aparsa, Allaha söykənsə, şeytanın hiləsi zəif olar. O, Allahın müqayisəsindədir. Amma şeytanın hiləsi tamamı hilələrin içindədirlər. Xanımlar da gəl, əyri yol geçsələr, o şeytanın hiləsidir. O müqayisələrdə, şeytanın hilələrinin müqayisələrində o hilələrdən ki, böyükdür, keydəhun nədir ki, inşallah gələn cələsə ərz eləyərəm. Əssalamu aleykum və rəhmətullah və bərəkət.